Gözəl dostlar, bizim fabrik ayarlarımız var, bilirsiniz. Fabrik ayarlar. Zibil niyə yazmıyorum, təzə almışam ki. Beləliklə, gözəl, yaz. Allah eşqinə yaz. Demək belə, e, fabrik ayarlar. Nədir o? Mən heç nəyə sahiblənməli deyiləm. İkinci, mən heç nə etməyə məcbur deyiləm. Üçüncü, mən indi kiməmsə başqası olmalı deyiləm. Tamam. Burada söhbət nədən gedir? Adi misallar çəkəcəm, hamımızın bildiyi. Təsəvvür edin, hamı bilir də 30 ildir ki, Qarabağ mənfur ermənilərdə idi. Şükür artıq bizdədir. Beləliklə, götürək bu 30 ildən qabağı, ondan da 40 il qabağı, orada tutam ki, tələbələr, nə bilim, şagirdlər filan, bunları kitablarını yazırlar ki, bəs güya böyük bir Hayıstan var, nə bilim, düz Krıma qədər ermənilərin olub filan olub və burada da Qarabağ var ki, bu da güya ermənilərin olub, güya. Bu uşaq da neynəsin, ağ vərəqdir, elə bilir ki, həqiqətdir. Sonra da buna deyirlər ki, neynəmək lazım, bilirsən heç? Sən oranı gedib dədə-baba yurdu almalısan. Deməli, əgər bu buna sırnanla deyəndə ki, bu belədir, gedək torpaqlarımıza sahib olaq, bunlar bunu bilsəydilər, deyər ki, ay hayes mayes nə zibilsən. Mən heç nəyə sahiblənməli deyiləm. Yəni, təsəvvür edin, iblis gəldi sizə bu tərəfdən xod eləsin, eyni Adəmə cənnətdən ətər xod elədi. Sən bu ağacın meyvəsindən yeməlisən ki, mələk olub cənnətdə qalasın. Bu, zehni ilə yox, həmin bu hayes mayəsə, Petrasena, zirciblə, bilmirəm nədir adları, desəydi ki, mən heç nəyə sahiblənməli deyiləm, bunun buradan qolu kəsiləcəkdi, iblisin burada yolu kəsiləcəkdi. Sonra bir yenə də bu tərəfdən gəlsəydi ki, bəs siz ən azı sahiblənməsəz də, babalarınızın ruhu şad olmasın güya da, gedib bəs torpaqları əldə etməlisiniz. Əldə edin və elimizə sahib çıxmayın, neyib yox, biz çıxarıq sahib. Siz sadəcə əldə edin. Bu deməlidir ki, əgər DNK-sı ilə, fabrik ayarlarına, ruhunun proqramını getsə, mən heç nə etməyə məcbur deyiləm. Yəni, icazə vermirəm də, mənə kimsə nəyəsə məcbur etsin. O zaman blok qoyulacaq. Bütün kainata, iblisə, cinə, insana, heç kəs heç nə eləyəməz buna. Və məcbur deyiləm. Bu gedib buranı da almayacaqdı. Halbuki gəldi burada 30 il ərzində, onlar da insandır, onun da övladları var, anaları var. Getsəz görəsinə bu da qəbristanlıq ediblər. Cavan uşaqları qırılıb. Normada ürəklərində sual versən, deyərlər ki, yox, kim istəyir belə olsun. Amma zehinlə işlədilər deyə, nəticədə bu şey baş verdi. Niyə? Çünki sahib olmaq istədilər, özəlləşdirmək istədilər, nə bilim, sonra və bunun üçün nəsə etməli oldular. Nəsə etməyində gəlibsən bizim 1 milyon insanımıza qaçqın qoydun da burada. Yəni, yerindən, yurdundan, dədə bu torpağından ayırdın. Yəni, sən zülm elədin, sənə qayıtmalıdır. Sən nəsə etməli olmasaydın, sənə zülm qayıtmazdı. Karma yaşamazdın. Deməli, buradan da bu iblisin yolu bağlanır, əgər bu olanda. Və sonra bu yenə başlayır ki, nətər edir, mən bunu Hitler necədir? Siz Alman xalqısınız, siz dahi xalqsınız, nə bilim, nəsiz, siz bir nömrə insan olması, sort olması yerində. Ermənilər də başladı ki, bəs Allah Adəmlə ermənicə danışıb. Siz ən yaxşı nümayəndəsiz, Allahın bəndələrisiniz, qullarsınız. Siz, qaroçı, ona layiq olmalısınız, o olmalısınız. Bu da deməlidir ki, biz indi kimik? Yaradanın ruhudur da bizdə. Burası proqramlar başqadır. Rus olsun, Yapon olsun, Kitay olsun, Manqol olsun. Hamısı bədəndir, qarından, başdan, ayaqdan, burundan ibarətdir. Hamısı yatır, hamısı yuxu görür, hamısı tualetə gedir. Eyni sxemdir. Danışanda da səslə danışırlar. Heç bir telepatik danışmır ki, ya da uçmuş desin, qeyri-adıdır. Yox, proqram açılır. Yəni, məsələn, getsəz xaricə, görərsiniz ki, Şvesiyada notebook almışsan, Windows şves dilindədir. Rusiyada rus dilindədir. İngiltərədə İngiltərə dilində. Hamısı notebookda, hamısının detalları, zapsasları eynidir. Bir zavoddan çıxır. Sxem, mexanizm eynidir. Burada da bu uşaqlar
desəydi buna ki, yox, biz indi kim isə xəlifə yaranmışdı. Nə isə ondan başqası olmalı deyil, ehtiyac yoxdur. O zaman iblisin bütün ümidləri qırılacaqdı. Eyni şey Adəmin də başına gəldi. İndi burada toplum formasındadır, atomlardır. Burada bir dənə atomu tutalım. O mexanizmasıdır ki, atomda yolun hazırda bilirsin. O başqa bir mövzudur. Qismət olar nə varsa danışarıq, sağlıq olsun, söz verməyim. Demək belə, niyə söz verməyim? Çünki beynimdə başladı dırıldamağa, söz verdiyim üstündə gəri yerinə yetirim. Təbii gələrsə danışarıq. Belə. Adəm də iblisə deyə bilər ki, mən vəbşə heç nə etməli deyiləm. Nə meyvə dərməliyim, nə bir şey. Bu da cənnət mənimdir. Mən öz halımdan məmnunum. Yox, budur, odur, budur, nəsə ona indi pıçıldayıb, nəsə deyibsə, deyə bilər, mən indi kiməm? Xəlifə. Mələklər səcdə etdi, bütün varlıq aləmi mənim ixtiyarımda oldu. Gözəl bir ruh halı yaşayıram. O ruh halı da bu cənnət halıdır dediyin. Bağdır da ruh, cənnət, bağlantı. Ruhuna bağlantı, yaradana bağlantı. Mən buradan çıxmaq istəmirəm, qardaş. Sənin dərdin nədir? Sənin nə xeyrin var burada? Sənin nə qazancın var ki, gəl burada mən. Məqsədin nədir sənin? Get, qoyunu başqa yerdə otar. Bir sözlə, bax, bütün sxema, mexanizm bunun üzərindədir. Biz heç nə sahiblənməli deyilik. Biz heç nə etməyə məcbur deyilik. Biz indi kimisə başqası olmalı deyilik. Bu bizə yetər. Yaradan bizə status verib. İndi burada bəzi insanlar var ki, haqqlı olaraq sual verə bilər ki, yaxşı biz heç nə etməli deyiliksə, onda bəs bu işləri kim görsün? Biz işləməliyik, nə etməli, filan, filan, filan. Bəli, sən işləməlisən. Tamamilə doğrudur. Ruzi də qazanmalısan. Amma zəngin yeridir, nə? Hansı debil zəngilidir. Demək belə, nə danışırdım? Bəs sən işləməlisən, ruzi qazan. Amma nətər işləməlisən? Sənin ruhunda, fitrətində bir sənət var, bir sahə var, sevdiyin bir iş var. Məsəl üçün, heykəl tararsan, rəssamsan, nə bilim, həkimsən, o fabrik ayarlarında verilib də sənə missiyan verilib. Sən bax, o sahə ilə işləməlisən. Ödə gün ərzində 4 saat maksimum, 3 saat, çox yox. Çünki çox işləndə sən yorulursan, zehnin də yorulur və gördüyün işin də keyfiyyəti olmur. Nə mənası var ki? Üstəlik də öz vaxtın gedir, boş-boşuna da orada yer tutursan. Birinci smeni bir nəfər işləsin, 4 saat. İkincisi mən ortada fasilə olsun 2 saat. Ondan sonra gəlsin başqası o sahəni sevən adam işləsin. Tək sən elə həkim deyilsən ki, o qədər eyni sahəni sevənlər var ki. Bu niyə belədir? Çünki bir-birinizə kömək də istəyir. Olsun, yəni bütün gün ərzində tutam həkimə işi düşənin orada klinika açıq olsun. 4-ün sən işlə, 4-ün də o işləsin. 2 saatda fasilə polunu bəsin. Beləliklə, sən sevdiyin işlə məşğul olmalısan. Sən onda yorulmayasın, başa düşürsən? Niyə? Çünki sevirsən o işi. Üstəlik də enerji ilə, sevgi ilə yaşayasın. Da maaşa görə işləyim yox. O deyirəm, mən nəsə etməli deyiləm. Maaşa görə mən bunu eləməli deyiləm. Nəyəsə görə. Nəyəsə sahib olmağa görə. Yox. Sadəcə bunu bacarıram və bundan zövq alıram. Bu mənim içimdə var. Təbii bir şeydir. O zaman mən yorulmayacağam. Sahib olmaq məsələsi. Bəs yaxşı, bizim də evimiz var, nəyimiz var. Sən neyinirsən ki evi? Sən evin var, getməksən tutalım ki, buradan Lənkərandan, nə bilim, Amerika, fərq eləmdə harsan. Həm fikrin qarı bu evdəki görəsən nətər oldu burada vəziyyət. Oğru girdi, yandı, dağıldı, nə bilim, su axdı, nə baş verdi. Sənə lazımdır bu. Şvesiyada, məsəl üçün, ya da hansısa başqa bir ölkələrdə var belə bir şey. Sən buradan yaşayırsan tutam Gəncədə, 2 otaqlı evin var, içində də mebel zadı, hər şey var. Hökumət şeydir, cavabdehdir buna. Gedirsən buradan Gəncədən Bakıya. Buradan çıxanda polisə verirsən açarı ki, mən buranı təhvil verdim. Gəlirsən bura polisə, deyirsən ki, mən falan yerdən gəlmişəm, bəs 2 otaqda vermişəm. Burada sənə açar verirlər, ünvan verilir, gəlib qarşın orada. Gəlsən həmin o evə, evin içində mebel, xalidini, hər cür şəraiti var. Sən neyinizən buna narahat olsan, bunu dərdini çəkəsən? Vəbşə sən niyə ev dərdi çəkməlisən və yaxud da ki, paltar dərdi və yaxud da yemək dərdi? Sən elə bir cəmiyyət qura bilərsən ki,
Bu boş-boş şeylərə ehtiyac olmur. Sən vaxtını buna itirməli deyilsən. Sən içindəki o potensialı üzə çıxartmalısan. Sənin ruhun bura boş-boşuna gəlmir. Mələklərə o dərs öyrədib. Ona görə xəlifə olmusan. Gəl burada xəlifəlik eləməlisən, yaratmalısan. Ruhunla o siz insan uçan varlıqdır. İnsan üzən varlıqdır. İnsan bədəninin titreşimlərini tezləşdirib başqa bir müstəviyə keçən varlıqdır. O da xəlifə olduğu üçün planetin hansı nöqtəsinə getsən deyəcəklər ki, xəlifə gəlib. Dəstur Sultan Süleyman gəlir. Yəni elə bir şeydə təxminən. Padşahsan sən, qardaşım, bacım, insan övladı. Üçüncü, mən indi kiməmsə başqa isim olmalı deyiləm. Həqiqətən də. Bu sənə bəsdir bu status. Sən bura yenidə padşahım statusunda olsan, sənə dərhal da qəbul edir. Amma sən özündən aşağı düşünsən, avtomatik olaraq o enerji var ha. O nöqtələr, çakralar. Orada qaraltılar əmələ gələcək, probkalar əmələ gələcək və sənin auranı zəifləyəcək. Bir sözlə, dərhal baxan kimi görəcəklər ki, bu xəlifə deyil. Bu hələ onun lüğətində qul var, nə bilim, nə var, bu azad deyil. Bu düşünə bilmir ya azad, nəinki elə şey olar, başqa cür olar. Sən bütün bunları dərk edəndə, sən bədənivə də idarə edə bilsən bədəni, o deyirlər, bəs mən ac qalaram, nə bilim, ya ac qalmayasın, sənin ruhundan yapışmısansa, xəlifəsən, səni ac qoymayasın. Sənin ruhun, sən onları eşitmirsən, görmürsən, bütün kainatla danışır. Bax, sən buradasan, bura qədər 5 il vaxt var, bura qədər 15 il vaxt var. Amma ruhun, bax, burada nə var, onu görür. Sənə bu yolda nə prosesi varsa, hamısını görür. Hətta sən meditasiyası var, sən o ruhunla danışıb, navigatorda yuxarıdan baxırsan, sən balacasan. Buranı gör, qarışqa kimdə? Sən elə bir yerə baxsan, qarışqa nə bilir ya, o 5 metrdən sonra nə var? Amma sən yuxarıdan görürsən onu və qarışqanı yönəldə bilərsən ki, ora getmə, bura get. Ruhun da səni yönəldə bilər. Əgər ruhunla yapışsan, o səni belə yerlərlə aparacaq ki, sən nə mərdəmazara rast gələsən, nə aclığa, nə susuzluğa, nə müharibəyə. Bir sözlə, səni salamat bu nöqtəyə çatdıra bilər. Yetər ki, sən ruhunla danış, ona etibar elə, güvən. Allah ruhundan üfürdü. Allaha güvənin. Odur da, ruhu elə Allahın özüdür da. Özü özünü üfürdü. Bu həyatı həyatın içindən itələdi, bayıra çıxartdı. Və həyat sənin vasitənlə baş verir. Bu mükəmməl bir mövzudur. Sağlıq olsun. Nastrilin olduqca danışacağım ara sıra. Bax, bu 3 dənə zikir deyirsiniz buna. Nə bilim, afirmasiya deyirsiniz. Nə deyirsinizsə bundan bərk yapışın. Hər gün təkrar edin ta ki şuur altınıza otursun və hüceyrələrinizdə o yetişsin. Vəsə, həm də dərk edərək eləsəz bunu elə bir günə də həll eləmək olar. Mən heç nəyə sahiblənməli deyiləm. Bax, bunun üstündə cəmaat bir-birini qırıb. Bu mənim olsun, mənim olsun. Təhsildə o şəxs əvəzlikləri var. Oradan qrammatikadan yəlik halı çıxartmaq lazımdır. Abalam, sən biləndə ki, heç nə sənin deyil, heç nə sahiblənməli deyil, sən əvvəl biraz rahat olasan, beynin sakitləşəcək, ruhunun proqram girəcək dövrəyə. İkinci də, onunla bundan dalaşmayasan və ən əsas da biləsən ki, bunun yiyəsi var, o da yaradandır. Hər şeyin yiyəsi odur. Biri var, bunu dildə deyəsən və özün nəsə sahiblənməyə başlayasan, onunla bundan dalaşasan bir dənə 5 qəpiyə görə, ruskaya görə, nə bilim, hər şeyə görə. Fərq eləmir. İki qardaş bir-birini öldürürlər ki, burada atasından miras qalıb, bir otaqda bölüşə bilmirlər, 2 otaqdır. 100 dənə adam tanıyıram o cür. Qardaşını evdən qovur, deyir ki, mən burada bir sınav var, böyük mənəm, sən xoş gəldin, ged adasından qal günüm. O da tutam ki, qardaşını dalaşmaq istəmir, gedib küçələrdə qalır. Mənim tanışlarım çoxdur bu cür. Məhkəmədə işləyənlərdən soruşsuz, onlara minlərlə bu cür şeylər gəlir. Bu işlər. Bir sözlə, sən biləndə ki, hər şeyin sahibi Allahdır, o mənada ki, özü oradan çıxsan, heç nə sahib özü saymasan, biləsən ki, Allahdır hər şeyin sahibi. Yəni, bu doğrudan işləyəcək, nəinki yalandan. Bu da onun kimi heç nə etmək lazım deyil. Fitrətində nə var, onunla məşğul olmaz. Ruhundan sənə nə impuls gəldi, o işi görməlisən. Və o işi görəndə hər siqnalı qəbul etməli deyilsən. Bəlkə sən nə bilsən ruhundan gəlib, bəlkə zehnindən gəlib. Əgər bir şeydə ki, ego varsa, yəni mənim sözü varsa, sahiblənmək. O bir ki, ruhundan gəlməyib. Ruhun heç vaxt deməz mənim.
O deyər ki, məndə bu var, gəl bunu paylaşaq. Gəl falan işi görək, hamımız xeyir götürə bilək. Gəl hamımız qazanaq, bütöv qazansın, hamımız bütövlükdə xoşbəxt olaq. Ruhunuz bunu deyə bilər. O da sevgi ilə deyə bilər. Burada bir zalım olub, sizə pislik eləyibsə, nə bilim, cəza verim yoxsa yox, sadəcə ruhunla yaşa. Ruhun nədir? Sevgi. Bağışla. Bağışla ki, bağışlanasınız. Belə bir gözəl qanun var kainatda. Təşəkkür edirəm.